Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırdığı sərmayələrin həcmi 225 milyon ABŞ dollarına çatıb, Qazaxıstanın Azərbaycana investisiyaları isə 136 milyon ABŞ dolları təşkil edib. Bunu Prezident İlham Əliyev Qazaxıstanın Kazinform nəşrinə müsahibəsində bildirib. Prezident vurğulayıb ki, Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlığın spektri çox genişdir. Bugün ölkəmizdə Qazaxıstan kapitalının iştirakı ilə təxminən 250 kommersiya qurumu qeydiyyata alınıb ki, bu da investisiya mühitinə yüksək etimadı təsdiqləyir və iqtisadi qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Dövlət başçısı qarşılıqlı ticarət sahəsində müsbət dinamikanı da qeyd edib. Belə ki, 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 470 milyon ABŞ dolları təşkil edib, 2025-ci ilin yanvar ayından avqust ayına qədər isə 547 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricilərini 3 dəfədən çox üstələyir. Bu artım orta dəhlizin potensialından səmərəli istifadə və nəqliyyat logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə şərtlənib, deyə dövlət başçısı qeyd edib.